Ayma şortik geyinib, sosial mediada paylaşım edib, tənqidlərə məruz qalıb. Cavablarım verdi. Şortik geyinmişəm, yaxşı eləmişəm, özümü rahat hiss eləyirəm. Mən həmişə geyinirəm şortik evdə. Ərim də icazə verir. Kupanik geyməmişəm ki, şortik geyinmişəm. Gəlin Aymanın maraqlı videosunu izləyək. Sənin yaşına yaraşmış şortik geyinmək. Ay Allah, ay Allah, ay Allah. Nağarim, qarğış tökümü tökməyim ay qızlar. Qarğış tökümü tökməyim. Ələn az ələn az. 1, 2, 3, 8, 9, 4, 7, 89. Ağıza yığvalın qara əlməsin. Yaxşı, gələn dəfə şəklini atarsan. Baş üstə. Mütləq çək. Hə, az qarğış eləməyəcəm. Deyirəm ağız, sana da qismət olsun şortik geyinmək. Az ağlın yoxdur dana. Az şortik deyəndə nə olasıdır? Xalq qubalnik geyinir, xalq çırpaq gəzir, xalq belə gedir, orasını burasını çəkir, pul qazanır. Qoysan biz də bir meydana çıxaq dana, yavaş-yavaş çıxırıq dana. Heç oxuma da, xatun canım mənim az. Bax belə, gördünmü? Az özüm zarafat eləyirəm, nə qarğış tökəcəm, şortik deyəndə nədir? Yubqadır dana. Boy, ay yetim, ha? Qızılgül gəldi. Salam canım, xoş gəldin. Yox, az ortaya çıxmaq lazım deyil, zarafat eləyirəm. Vallahi hayifdir. Dünənləri Beyqaf Laynur gəldi, elə mən də Allah haqqı şortik həmişə geyinirəm, qəşəng şortikdir. Dizə kimi dana nə olub, heç yerim görünmür. Hə, yaraşır dana, geyinirik dana, bəlkə sağ yaraş, bəlkə sən yetkəsən. Gəlinim nə qədər, Narisa çox sağ ol canım. Yaxşı eləyirəm, hə, yaxşı eləyirəm az, bənə geyinim. Bənə geyinim, qoca arvadlar kimi yubqamı geyinim, aşağı ələndə də hər şeyim görünsün. O vaxt arvadlar geyinirdilər, altından da belə dizdən aşağı belə tuman geyinirdilər, üstdən də yubqa geyinirdilər. Eləmi geyinəyi alt üst, alt üst. Hə, ərim qur, düz deyirəm dana. Boy. Elə örgənifsiniz, şortik sənin yaşına. Neçə yaşım var? Az 25 yaşım var mənim hələ. Ay, nə yığacaq qızıdır mı? Kim? Nədir? Millətə göstərəndə nağar irəm ki, dəmirəmi dırmaşdım belə, nağardım, şortikdi, altından da qalqotquydu dana. Millətə göstərən, az səndən başqa heç kim heç nə demədi, sənin niyə qarnın ağırdı o şortikur? Nə deyim valla? Çox sağ ol Sara. 70 yaşım, hə, 70 yaşım olacaq sabah. Hə, gərək dar düqdək geyinəm hər şeyim, 60, 90, 70 belə görünə, o yaxşıdır, eləmi? Ay bacı, vallah məndən yaxşı geyinən yoxdur. Hə, idman zalına gedirəm, Allah haqqı, belə baxıram, elə baxıram, hamıdan da yaraşıqlı özümə. Hə. Allah haqqı, sənin qızın zad varsa, bax, ayağını alaram, ha, kirmiş dur. Hə, Allah haqqı, hərə öz üçündür. Nə qayır, yaz, haramız açmışıq ki. Videoda görsənir hər şeyim, həqqəmi, boy, nə yaxşı oldu, az elə seynirəm. Hə. Mamedova, spasibo, moya xaroş. Gəlinim Bakıda. Dəniz, ha? 1, 2, 3, 4, 5, 6, ha? Hə, qəşəy oynadıq. Həmə donum uzun uydu, əlmə ayağıma dolaşdı, bütün məni bezdirdi. Ay məqriçi, hə dana, Svetlana, düz deyirsən dana, bizi elə, boy, filan gəz bunu geyindi, boy, onu geyindi. Gərək belə yubqa geyinəm, aşağıda əyləndə bütün hər şey eşdə qala. Çox sağ ol, nəzəkət, Bakıda da oğlumla gəldim. Aypa, oturub televizora baxır, valla. Hə. Cavab verin də, canlı açıbsınız. Can, Alex, nə dölüm, ha, hü.
Yaxı elə Mursetdəyəm. Yaxşı eləyirsən, yaxşı günün olsun. Roza, çox sağ ol ürəm. Ürək şəklidir. Salam deyəmiyə. Əleykümə salam. Vallahi bilmirəm mən nə ilinlənəm, amma Qoç bürcüyəm. Yox, Gürcüstanda deyiləm, əzim, Rusiyadayam mən. Qar dəni. Bizə də qar gəlsin. Orada saat neçədir? O 1:15 dəqiqə. Hə, ay xatun, düz deyirsən. Şalva azandıra qalsın dana, udobnudur dana, şortik. O günləri hardansa çıxdı, əlimə keçdi ki, donu geyinirəm, bacı bir həftə geyinirəm, yazırlar ki, o donu əynindən çıxart. Bu biri don merəti geyinirəm, deyirlər ki, bir həftə o donu geyinir, ilənmədim. Axşam yürəm, sabah geyinirəm. Don merətləri yumuşdu, mütülənəsi idi, şortik tapdım, onu geyindim. Hə, ürəyi təmizə andıra qalsın, indiki dövr bizim dövrümüzdür. Biz eyni vaxtdır, hə. Rusiyada, Ulyanovsk şəhərində. Hə, daha hamı da örgəşibdir şortikə, şalvara. Allah haqqı ən rahat geyim odur. Dobro utro. Əzlərim ekranı bəyən eləyin, 50-yə çatdırın. Toy oldu, qutardı, ay sağ qurban olsun. Qara ürək, çox sağ ol ürək. Əzlərim ekranı tez-tez bəyənin, canlıyı paylaşın. Ekranı bəyən eləyin, 50-yə çatdırın, danışmayacağım. Çoxlu bəyanatın, dana 45 oldu. Bəyəkdən danışıram, heç kim bəyənmir. Gürcüstanın ləhcəsi şirindir, hə, maşallah. Açıq yandıra qalsın, qızlar. Yaxını yaxşı oxuya bilmirəm xırda hərfləri. Ona görə məcburluqdan şey eləyirəm. Açıq taxıram. Ay, nə gözəl xanımdır, o mənim canımdır. Mən onun xəstəsi. Hə, ay Ruslan, gələcək qorxma ölüm, bu da gələcək, narahat olma. Gördünüzmü, 50 kaya çatdırdınız. Gərək mən danışam, siz də ekranı bəyənəsiniz dana. Aynur gəlmədi. Böyründə knopkasını bas da onun şeyi keçsin. Mənim səsim mi? Hə, qəşəng səsim var. Gördünüz, maşallah, 50 kaya çatdırdınız. Мы живем в городе Ульяновск, моя дорогая. Barmağım sındı, can. Salam. Zülxumar, qardaş, heç dad. Demirəmmi, işdən qoyladılar. Bütün gün telefonda otururdum, qoyladı, müdür dedi, cəhənnəm ol, gəlmə işə daha. Mən də əlvəyüdəc oturmuşum. Elə bütün gün bu TikTok'da otururam. Bəyənirsən Bakı, can, çox sağ ol, Sovetski, çox sağ ol, çox sağ ol, Qəbələ, Mələknaz, candır, o nə dağız? Eydəc otururam, boş-boşuna. Yiyib otmaqdan çəkim artıb, idmana gedirəm, 78 kilo olmuşam, vay dədə. Hay Allah, 68 kilodan 10 kilo yığmışam. Nəvələrin sizə yaraşır. Çox sağ ol. Вот такие классные. Спасибо, моя дорогая Камила.
Yeraz Gürcüstandan salam, aleyküm salam. Boyum balacadır, 1.50-52 zad. Çox balacadır. Cıqqılıcayam. Toyda az, Bakıda təndir çörəyi yoxdurmu? O təndir çörəyini yanından adlayanda iyi vurmurmu? Kətdən dayı qoyun pendir getmişdi. Baca o qoyun pendirinə o təndir əbbəyini lüp yedim. Kreditin axırı heç dət. Necə olacaq? Salam, necəsiz? Çox istəyirəm. Zəhra Aylin, çox sağ olurəm. 1.55 zad boyum. Əyri qılça. Hə, qılçalarım dəyridir. Uşaq vaxtı pis yerimişəm əyri qalın. Какие классные ролик у вас. Приятная семья. Водолей, спасибо, моя дорогая. Nağayraq. Çox sağ ol əzim, siz nə tərsiniz? Qasımov. Sinir, çox sağ ol. Can, inşallah Allah qismət eləsin Azərbaycan. Qızın da çox gözəldir, Allah xoşbəxt. Çox sağ olurəm Zəhra Aylin. Allah balalarına yaxşı gün qismət eləsin. Salam can bacım, necəsən? Sveti, spasibo moya dорогая, yaxşıyam. Qar yoxdur. Yox bacı, qar yağmayıb. Qar deməkdən dilim daha q hərfi olubdu. Qır elə yürü. Bütün bu bayraqlar hamısı mənim ürəyimdir. Yox, oğlum Bakıdadır, biz Rusiyada. Sizcə gəlinlə yaşamadınız bəs? Yox əzizim, gəlinlə niyə bir yerdə qalayım? Çok ilaç canım mənim, həmişə üzünüz gülsün. Boy ay Zəfər, tayını axtarırsan ölüm, o bizdə yoxdur. Sən ged onu, orada biri var, badbax zad deyən, gedib xaricdə zadda belə kef eləyir. Sən onu zad axtar, bizim öydə eləsi yoxdur. Sizdə varmı? Anan ölsün, anan yazıq, nətər dözür o dərdə. Niyə el oldun ay Zəfər sən? Ay qızlar, Allah xoşbəxt, çox sağ olurəm. Dobro utro, gəlinim Bakıda. Qılçalarım əməliyyat. Şeydir, damarlarımı düzəltdirəcəm poslenolqot. Hə, ay Cəfər anan ölsün. Sən sağ müştərim axtarmağa gəlibsən. Yox, lazım deyil, çıx buradan. Burada hamı xanımlardır. Əsas məni sevənlərdir. Allah Allah, bizim millətin bax budur. Dünən toyun damıltısı qutarmamış, o şey hamısı şey. Az nə var var. Az aman ver dana, aman ver dana, bir yavaş görək hələ. Bedirə, çox sağ olurəm. Vay, salam, necəsiniz? Bakı qızı. Siz harada? Irsetdə. Allah xoşbəxt eləsin. Çox sağ ol vətənim Ağdam. Maştağadan sizə salam. Can, var olsun Maştağanlar inşallah. Allah qismət eləsin. Здравствуйте, Qazaxıstandan Nərgiz. Aşağı Orzman kəndi, Gürcüstanın Dimanis rayonu. Digər altı. Salam sizə. Biz Rusiyada Azər əzim. Çox sağ ol. Nijni Novgoroddan огромный привет. Jackie İlaç. Ölüm, sən də mi tort pişirirsən, Can? Ürəyimizsiniz. Naxçıvandan sizi izləyirəm. Var olsun Naxçıvanlılar. Dün axşam TikTokda bir dənə videoya rast gəldim. Demək, Naxçıvanlılar umac aşı pişirirlər. Umac aşını kişi pişirdi. Ha burama kimi gəldi. Ha gəldi. Sonra dedim, əşi nə işimə qalıb. Əvvəl eləcə istilədi, yəni suda saxladı, onu biraz sıxdı, azca qatdı şeyin içinə. Mailə gəldi ki, o biraz acı olacaq. Biz əvvəliyi biraz ayrıca qaynadırıq, suyunu sıxırıq, sonra vururuq yeməyin içinə. Da dillənmədim, dedim, askir neyinə lazım, nə işinə qalıb. Ya kavo işi
Я тут ищу хорошую девчонку, чтобы они со мной подружились. Mujika ne işi? Ne perejivay. Aycan, Elcan, Elican, Can. Uşaqlarının adıdır. Hansı şəhərdə? Ulyanovskda. Hə, dana, elə bir üstünə isti su tökmüşdü. O ona biraz suyunu süzdü. İnanın qazana tökəndə suyun içinə qapqara suyu çıxdı. Dəxtimə gəldi deyəm, sonra dedim, nə işim var? Miray canım mənim, görməmişəm əzizim. Nə işimə qalıb dedim. Amma mən də pişirirəm, o umacaşı deyirlər. O Naxçıvan zonasının yeməyi idi. Həm Yerazların, həm Naxçıvanlıların. Əvvəlik. Elmira, spasiba, dragaya. Mən qonşum Ermənistandan köçən qaçqın idi, Yeraz idi. Allah can sağlığı versin. Keçib gedir. Nə gedir? Mən onu da pişirirəm, ayrıca qaynadıram, amma bu az vurdur. O həm loyva vurur, həm xırda qara gözdən vurur, noxud vurur, qovurma ət suyuna, bulyonla, ərişdə, əvəlik, cavalı qurusu. Ay Allah, elə gözəl yeməkdir, elə gözəl yeməkdir. Ölürəm də o yeməkdən ötürü. O yeməyi pişirəndə bir yekə qazan pişirəsən ki, ondan doyasan. Yedikcə yeyirsən, çox dadlı olur. Bir dəfə də mən də arvadlanıb Bakıda olanda pişirmişəm, qızlar. Mesajlara əhəmiyyət vermirsiniz. Niyə? Mən vətənim Ağdam. Bayaqdan sizin yazdığınızı oxudum və sizi salamladım. Valla. Burada Azərbaycanlılar çoxdur. Spasiba Elmira. Salam, necəsiniz? Xətrinizi çox sevirəm. Aylin, çox sağ olurəm. Çox sağ ol Miray, Allah razı olsun. Salam, var olasınız. Siz də var olun əzlərim. Ekranı bəyan eləyək. 100K-ya çatdıraq da nə qaldı ki, şuradan şuraya heç nə qalmadı. Olur da uşaqlar görməyə bilər. Hə də bəzən yazıları görməyə bilərəm. Elə nətər mən avtomatçadan mı tez-tez burada oxuyam? Salam ay yetimcə, Şarvan Əliyeva. Aynur işdə, yetimcə işdə. Çək eyləş canım mənim. Hamı soruşur Aynur'u. Sən, ha? Aynur'cılar, yaxınıq, hə? Ələyiz vururlar. Ələyiz nədir? Başqa cür biraz belə yuxa belə vərəqləri olur, o mu? Amma dedi, əvvəlik. Ola bilər. Salam bizim gözəl Gəncədən. Cəmilə xanım. Cəmilə İmani. Hə, umac. Umac yox, ərişdə ilə. Biz vururuq umac. Biz əvvəlik pişiririk, yağ soğan vururuq, bir də umac eləyib, umac dökürük və salam. Bəzən də kartof vururuq. Binədən salam. Salam mələyə yat. Ha? O kimdir? Aynur gözəl bacıdır, Zəhra İlay. Конечно, счастливо. Salam, ələyiz vururuq. Ələyiz nədir? O başqa cürədirmi? Onu biz bilmirik, əzlərim. Ələyizlə dadlı olur. Sevən ürək. Gəncədən salam. Allah oğlunuz xoşbəxtlə. Sevinç Rəhimova. Çox sağ ol canım, çox sağ ol. Şəhid Bahadur Quliyev. Salam, necə? Çox sağ ol. Allah şəhidlərimizə rəhmət eləsin, yerlər cənnət olsun. Rostovdan salam. Çox sağ ol ürəyim, çox sağ ol. Allah rəhmət eləsin dünyasını dəyişənlərə. Hə, bir dənə o Naxçıvanda bitir onda, biz onu bilmirik. İndi çəkib yazacağım şəklini ələyizin can. Mən də tapayım görüm nədir o. Çox sağ ol, Allah razı olsun. Allah sizlərə səbir versin. Allah ürəyinizdəki dərdi, qəmi, nətər deyim, sizə yüngüllük versin, nətər deyim, vallahi heç nə deyə bilmirəm. Allah sizlərə səbir versin, Allah sizləri qorusun. Çox sağ ol ürəyim, çox sağ ol, Allah razı olsun. Belə. Ha, Naxçıvanda bitir o bir dənə, çək o ilaç, çox sağ ol əzizim. Ay bacı, ha, nədir ay günəş?
Dağlarda bitir. Bəlkə bizdə də bitir, əzizlərim, biz bilmirik. Çox sağ olun. Əgər mən sizə heç olmasa biraz təskinlik, siz mənə baxanda biraz özünüzdə dərdlərinizi unudursunuzsa, xoş mənə ki, nə yaxşı mən sizlərin üzündə gülüş siması yarada bilirəm. Direktə yazarsan Nur. Rusiyada mı Ulyanovsk живем, город Ulyanovsk. Nənəsinin ürəyi, can. Milli ləzzətlər, salam. İzlans baxıb, dayıya çox bəyəndim, can. Çox sağ ol, Allah razı olsun. Başın var olsun. Əvvəllik hər yerdə bitir. Hə, ola bilər. Amma onun şəklini mən tapayım, görüm nədir, bəlkə bizlərdə də bitir. Əzizlərim, ekranı bəyən elin, 75K-ya çatdırıbsınız. 75, 25 qalıb. Milli ləzzətlər, Zulya. Durmadan ekranı tez-tez belə bəyənirsiniz. Amin, çox sağ ol nənənin ürəyi, çox sağ ol nənəsinin ürəyi. Əzizlərim, kim səhvəsini istəyirsə, direktə yazın, mən cavab verirəm. Mən Gürcüstanlıyam, əzizlərim, Dimanis rayonu Aşağıozman kəndindən. Salam, sabahınız xeyir. Ay can Elcan, can, siz, ha? Tərtər tortları, çox sağ ol, var olsun tərtər, qəhrəman tərtər. Allah bizim millətimizi qorusun, Allah bizim millətə pis gün verməsin. Xeyir hər yerdə bitmir. Nə bitmir? O mu? Ola bilər. Salam, eşq olsun. Bozqurt, can. Gürcüstanlılara eşq olsun. Nəsimov Nəsirət. Azər əzim, çox sağ ol. Allah razı olsun hədiyələrinizə. Əzlərim, ekranı bəyənin, hədiyələr göndərin. Azər çox sağ olsun, durmadan göndərir. Hə, var, Allah canlarını sağ eləsin. 2 bacım, 2 qardaşım var. Təşəkkür ediyorum. History. Təşəkkür ediyorum. Fərid, çox sağ ol. Çox sağ ol, tərtər tortular. Təşəkkür edirəm, İrəm. Çox sağ ol. Allah hamının balasını xoşbəxt eləsin. Allah bütün subaylarımıza xeyir iş qismət eləsin. Bütün ata-analara Allah Taala evladının xeyir gününü qismət eləsin. Desin, gülsün, oynasın, sevinsin. Xoşbəxtçilik hamıda olsun. Nəvə sevinci, gəlin sevinci, qızını ərə verən kürəkən sevinci, yeznə. Yeznə. Yeznə nə deməkdir görən? Kürəkən. Kür əkən. Əzizlərim, qızı kim ərə verir, istəyir yaxşı olsun, istəyir İstanbuldan. Spasiba. Kür əkən, yəni kürəkən nə deməkdir? Kür əkən. Qızı ərə verdinsə problemin çoxalır. O nə deməkdir? Kürəkən gəlir, kür əkir, dana kürlük yaradır. Ailədə hay-hari, boy. Allah kişi mənə belə dedi, elə dedi, qız gəlir, xavarlayır, ondan sonra kürlük başlayır. Gəlinimizlə elə buradan TikTokdan tapdıq. Sağ olsun bu TikToku. Baxdım orada o qudamı gördüm, dedim ay Allah, görəm bu kişi kimdir. Başladım araşdırmağa, soruşmağa, xalq da yazdı, dana radarlar yazdı, milli ləzzətlər, təşəkkür edirəm. Azər, çox sağ olurəm. Hə, dedim kağız o kişi kimdir, görən dedilər filan kəs. Dedim, oğlu qızı zadı varmı, nədir? Burdanca tapdıq. Elə o tapan, bu tapan tapdıq. O atalar məsəl var, ha, deyir tapan tapana vermir. Elə tapdıq, heç kimə də vermədik. Çəkdik, aldıq. Çox eylaş, çox sağ ol. Allah xoşbəxt eləsin, çox sağ ol. Allah xoşbəxt eləsin, çox sağ ol nəzlərim. Allah razı olsun. Allah sizlərə də qismət eləsin. Qız, ay Allah, kimin qızı ərə getməyib, ya Rəbbim, ərə getsin. Kimin doğulu evlənməyib, arvad alsın. Ay Allah, hamı kürəkənin də, gəlinin də dadını görsün. Yaxşıyı da görsünlər, pisi də görsünlər. Yox, pisi görməsinlər, yaxşı görsünlər. Odlar yurdu, çox sağ ol.
Bayaqdan dedim dana 50 dəfə mənə nə söylədirsiniz? Kişi heç də döyün içində hərlənir. Hə, Allah xoşbəxt elə. Əsas bir-birini başa düşsünlər. Özləri tapıblar, hə. Sən lap qarqış edirsən. Niyə bu? Deyirəm, ay Allah, hamıya qismət elə. Niyə qarqış eləyirəm, hədə? İstəyir mən qarqış eləyim, istəyir eləməyim. Hamı da gəlin də görəcək, kürəkəndə. Yez nə? Yəni yez, nə? Ağı yizsin yez nə? Allah xoşbəxt eləsin oğlunuzu. Çox sağ ol Ülkər. Nərmin çox sağ ol. Ye, yez nə eləmi? Hə. Qarğış dua eləyirəm. Niyə qarğış eləyirəm yezinə? Boy ay bacı, boy. Düz deyirsən. Feriş, düz deyirsən ölüm. Biz beləyik dana, boy. Önlər bizə eləndə mənə salam ver. Vermədi dana, yezinədir dana, boy. Vermədi, heç də verməsin. Yaddır dana, yad oğludur dana. Yox, az gəlin bizlə qalmır. Gəlin ayrı qalır, gəlin mənim yanımda nə sanlasın. Vallahi, yez nə deyirsən ağzında yad oğlu. Deyir yad oğlunuzu dönəncək, nə deyirlər az, yəhəri dönsün. Çox sağ ol, ay Nərgiz. Bəs ekran tıklayın dana. Bir saat burada yezinə, qayn, yezinə, baldız, hamıyı bir-birinə qatdıq. Əmə 100K-ya çatanmırsınız. Gözü dönsün, yox, yəhəri deyirdilər. Keçmişin atalar sözünü qatıb qarışdırma. Deyir, yezinənin üzü dönəncək, yəhəri dönsün. Yad oğlunu ilan vursun, düz deyirsən ay Yağmur. Vallahi düz deyirsən, sabahın xeyir. Az yingim qalxıbsan, sən də məndən betər. Bizim kişi yaman hazırlaşır, ariyasıdır. Bəyək biri gəlib demədim, iki kişiyi gördüm oteldə. Bu kişidən biraz şübhələnirəm. Mən də bir saat qabaq qalxmışam yuxudan. Vallahi. Çox yatmaqda sağlamlığa ziyandır. Türkiyədən salam. Aleyküm salam, sevincin mətbəxi. Yaman dişiniz atıyor, gedəcək. Dəyişəm, mən deyirəm səndən. Ağız, gedir cəhənnəmə qara yola getsin, gedəni saxlamazlar, mahnı var. Gəlin yaxşıdır, çox sağ ol, Bakıdan salam. Yəhəri, hə, yəhəri. Bakıdadır gəlin. Tərtər totlar. Mingəçevirdə, boy, Mingəçevir Azərbaycanın nurudur, işığıdır. Salamlayıram Mingəçeviri. Salam bacı yeznəmir. İzi dönəncə üzü dönəncə izi dönsün. Hə, yaxşı. Yeznənin üzü dönəncə izi dönsün. Hə, yaxşı, atam ağza sevinci, yaxşı, bildik. O vaxtı yəhər deyirdilər. Balakəndən salam. Yəqin ki, zarafat, Sumqayıtdan salamlar. Çox sağ olun. Kimlərdə ya? Kim yaxşı olur? Salam hanım. Doktor Tekin. Akstafadan salam. Bakıdan salam. Mənim 52 yaşım var. Az, inanın Allaha. Vallahi deyirəm, yəni həyat tərzi, insanın dünya görüşü. Kişilər yaşlaşdıqca başlarını itirirlər, Allah haqqı gicləşirlər. Vallahi mən sizə deyirəm bunu. Tozdan salam, Ağzabəddən salam, sizi çox sevirəm, çox sağ ol canım. Kazimli, çox sağ ol. Düz, Allah haqqı. Gözəlsiniz. Deyək, yaxşı sən də dana. Fotoqraf. Ay Əhməd fotoqraf. Hardan olsan, gələndə mənim şəkillərimi çəkərsən. Bakıdasansa, gələndə sağ xabar eləyəcəm, qəşəng şəkillərimi çək. Şevdədir, hə.
Bir qalanda düşman. Hə, elədir bacı, yox, bir yerdə qalmaq olmaz. Ataların məsəli var, deyir, su qaldıqca ilənir. Gəlinlə qaynana bir yerdə qalanda təhlükə yaranır. Vallah, kişilərin mi? Yalanca başları batmaz. Belə qandan salam. Düzdür, vallah düz deyil. Az ekranı bəyənindən ha. Kişilərin bir başında biraz çatışmamazlıq olduğunu məndən mürgəndiniz. Bilirdiniz, prosta mən də dedim eləcə. Hə, bir otaqlı evimiz var. Orada elə bil 3 otaqlı idi. Bir otağında İvangil qalır. O biri otaqda Nataşagil qalır. Biz də kuxnada qalırıq. Zalda da elə bil ki, iclas otağı kimidir. Elə bil ki, İvan da, Natasha da hamımız gəlirik, salda otururuq, televizora baxırıq. Yatmağa gedəndə hər öz otağına biz də kuxnada yerə döşək salıb yerdəcə yatırıq. Gecə də haşajımızdan su üstünə deyirik də biz mədəni dildə. Su üstünə kişi qalxıb gedəndə mən də yanından gedirəm, oradan da gətirirəm, otağı da salıb qapıyı bağlayıram. Yoxsa birdən yuxulu olur, gedir sola dönür. Deyirəm, ay o bizim otaq deyil, belə gedəsik. Həqiqi də burada Rusiyada elə evlər var əzizlərim, Allah göstərməsin. 3 otaqlı evdə 3 qonşu yaşayır, 3 qonşu. Yox valla, qocalanda da bilib eləməklər. Ədə hardadır, yazarsan direktə Bakıya ələndə gələrik, qəşəng fotosesiya elərsən gəlinimlə zadla. Belə modni şəkillər çəkdirərik. Aynur işdə. Allah haqqı hə var belə. Qonaq istəyirsinizmi gəlim? Yox, heç qonaqla aram yoxdur. Yox, onu əvvəllər işdən verirlərmiş işçilərə də əvvəl. İndi bu dəqiqədə qalanlar var. Allah göstərməsin, deyir, elə pisdir, elə pisdir. Baxmadı ona bir öyün içində 2-3 qonşu. Yola getmirlər, bir-birini qırırlar, dava qırğın. Bəzən elə olur ki, o qədər gərginlik yaranır, axırı yazıq qonşunun biri satır, gedir, elə bir tər satır, hamaralaşır. Var, həqiqətən var. Yox, lağlanmıram. Nə lağlanıram? Yəni deyirəm ki, həqiqətən elə bir şey var. Boy, can. Alyonka iş axtarır, ay qızlar, kimə lazımdır? Mənim burada tanışlar var, onlar elə qalır. Az dırnağım da dəyişirləsi də az. Biz o setdə yaşayırıq ölüm. Aynur mu? Demədimmi, şirkət açmışıq özümüzə. Niyanka xadimə iş axtarıram. Yansı şəhərdə Lenoska. Yox, o kiraya qalmaq başqa, ay Leyla. O başqa, amma həqiqətən ailələrə o vaxt bir otaq veriblər, elə qalıblar. Kiraya başqa, onu bilirəm. Nə var orada ucuz başa gəlsin deyə. Bizdə Moskvada da bəzi adamlar, iş adamları yazıqlar ilə qalırlardan. İnatkar yox, gəlinlə bir yerdə qalanda gəlinin qaynana yola getmir, dalaşırlar. Biz başqa şəhərdə oluruq, Moskvadayıq. Onu indi eşidirəm. Hə, həqiqətən var idi. Hə, bizdə var, bizim şəhərdə var hələ də. Bura öz öyümüzdür, hə. Demirəm, elə bir otağını aldıq, o bir otaqdakı qonşu ilə dava dalaş olub geyinidi, o bir geyinidi, bizə qaldı. Yoldaşım heç də bizi maşınla gəzdirən, elə bir sürücü işləyir bizə. Rostovda da var və əlbəttə ayrı yaxşıdır. Buyur Joker, çox sağ ol. Komnatı snimat başqadır, bir də var ki, bir evi Əhməd, görürsəm nə tər roliklər çəkirik, hə? Az. Çox sağ ol, boy Joker, çox sağ ol, biyo Joker. Çox sağ ol. Yoldaşım Heşdad bizə elə bir sürücü kimi bizi aparır, gətirir belə.
İşimiz demərəmmi, sən gec gəlibsən. Ay Yusir, şeydir. Bir şəhərimizdə millətimiz çoxdur. Azərbaycana gəlmək, az daha nəyə gəlmişik, burada qalacaq. Nədir? Elə bil kimin qızı əri edir, kimin oğlu arvad edir, onlara gedirik, pəl vururuq. Varanejdən salam. Sərvan, çox sağ ol. Toy elə Azərbaycanda oldu əzlərim. İskəndərov, iyi. Salam xala, çox sağ ol.